Burada dişlərimiz dağılmış bir vəziyyətdədir. Təkcə divarlar qalıb. Bu divarları düzəldəcəyik. Necə düzəldəcəyik? Bu boşluqları necə də aradan qaldıracağıq? Güdül üçün ölçü götürmüşdük. İndi güdüllərimiz hazırdır. Bu güdüllərdən bir ədədi budur. Bunu qoyuruq. Burada belə baxsaq, bunu qoyuruq kanala. Biri belə bərpa olmuş olacaq. Digər diş də belə bərpa olmuş olacaq. Bunu sementlə qoyacaq təbii ki. Bu hissələr sement tutacaqdır. Bir də rentgeninə baxaq. Rentgende de gördüğümüz kimi kanalların içine geçmiştir. Bu artıq getəcək buradan perforasiya, yəni kökün dəlinməsini gətirib çıxardar. Burada da həmçinin, yəni köklərin belə götürsək 3'dən 2 hissəsini belə götürsək 3'dən 2 hissəsinin uzunluqlarını tutmuşdur güdül. Bu da normativdir ki, kökün 3'də 2 hissəsini tutsun. Güdüllər sementləyək. Və bunu qoyuruq. Bol sementlə qoyuldu. Digər güdülümüzü də qoyuruq. Bu da bol sementlə.